Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ve ba'd. Aziz kardeşler, bu arkamızda gördüğümüz Uhud dağıdır. Resulullah sallallahu aleyhi ve sellemin ikinci dövüşü olan Uhud dövüşünün baş verdiği yerde oradayıq. Uhud dövüşünün baş verdiği yerdəyik. Və Uhud dağı haqqında məlumat verək. Bu gördüyünüz böyük dağ Uhud dağıdır. Uzunu 7 kilometrdir. Eni 3,2 kilometrdir. Və təxminən bəzi yerlərdə 1000 metrənin səviyyəsindən 1000 metrə qədər hündürlüyü olan yerləri var. Və Uhud dağının, yəni alimlər bugünkü günü geoloqlar deyirlər ki, ümumi ağırlığı 45 trilyon tondan ağırdır. Yəni bunu nə üçün zikr edirik? Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim bir cənazə namazını qılarsa bir qirat savab qazanır. Cənazəni qılıb dəfində iştirak eləyərsə 2 qirat savab qazanır. Soruşurlar ki, 2 qirat nə boydadır? Deyir, 2 Uhud dağı böyüklüyündədir. Yəni, baxın, görün hansı bir savab var cənazə namazında. Həmçinin əziz müsəlmanlar, Uhud haqqında Peyğəmbər sallallahu aleyhi ve sellem hədisləri var. Resulullah sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Uhud dağı bizi sevir, biz də Uhud'u sevirik. Həmçinin Resulullah sallallahu aleyhi ve sellem Uhud dağının üzərində olur, yanında Abu Bakır, Ömer və Osman radiyallahu anhum olur. Və Uhud dağı sirkələnir. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, ey Uhud, sakin ol, sənin üzərində bir Peyğəmbər, bir Siddiq və 2 şəhid var. Əziz müsəlmanlar, bu Uhud döyüşünün baş verməsinin tarixçəsi belədir ki, Uhud döyüşü ilk dəfə Məkkə müşriklərinin Mədiniyə hücum planı ilə başlayır. Və onlar Bədir döyüşünün qisasını almaq üçün bu addımı əl atırlar. Bədirdə ölən atalarının, qardaşlarının qisasını almaq üçün biz də Muhammedi və onun əshabını öldürərək deyərək hazırlaşırlar və 3000 nəfərlik ordu ilə Mədiniyə gəlirlər. Və təkcə 200 nəfər Xalid ibn Validin başçılığı ilə 200 nəfər atlı olur və bir neçə sərkərdələr olur. Və ordunun baş komandiri də Abu Sufyan olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu xəbəri alanda ilk dəfə nə edir qardaşlar? Məsələni gizli tutmaq istəyir. Lakin Məkkə müşrikləri bu xəbəri bildirmək istəyirlər. Və Mədinədəki münafiqlər də müsəlmanları qorxuya salmaq üçün nə edirlər? Bunu müsəlmanların arasında yayırlar ki, Məkkəlilər üzərimizə gəlir deyə, onların qəlbinə qorxu düşsün deyə. Bundan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem əshabını yığır, onlarla məşvərət edir. Qardaşlar, Uhud döyüşündə, Uhud qazvəsində bizim üçün böyük ibrətlər var, tarixi ibrətlər var. Və Resulullah sallallahu aleyhi ve sellem sahabələrini toplayır, onlarla məşvərət edir. Bu da bizə nəyi göstərir? Sən kim olursan ol, hansı məqama çatsan da belə insanlarla məşvərət elə. Məşvərət etməyi heç zaman tərk eləmə. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrinin bir qismi deyir ki, Mədinənin içində müdafiə olunaq. Yəni, şəhərin içərisində qadınları və uşaqları qalalara yerləşdirək və Mədinənin dar küçələrində özümüzü müdafiə edək. Yəni, əslində o döyüş sayılmırdı, üz-üzə gəlmək sayılmırdı. Yəni, bu şəkildə müdafiə xarakterli bir şey olsun. Və bunu Resulullah sallallahu aleyhi ve sellemin özü də bu rəydə idi. Lakin nisbətən gənc olan və çoxluq olan sahabələr deyir, xeyr ya Resulallah, biz onlarla üz-üzə döyüşmək istəyirik. Xüsusən də bunu deyən kimlər idi qardaşlar? O insanlar idi ki, Bədir döyüşündə iştirak etmək onlara nəsib olmamışdı. Ki, onlar şücaət göstərmək istəyirdilər. Və Resulullah sallallahu aleyhi ve sellem onların ısrarını gördükdən sonra artıq Mədinənin çölünə Uhud'a gəlməyə qərar verir. O zaman Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında Mədinə şəhəri 3 tərəfdən bağlı idi. Yəni, ordunun, böyük qafilələrin girməsi üçün tək yol şimal yolu idi. Bilirsiniz ki, Məkkə cənubda yerləşir. Cənubdan gələndə Quba məscid tərəfdən giriş yox idi. Xurma bağçaları idi. Orada normal yol var idi. Hicrət yolu. Lakin ordunun girəcəyi şəkildə giriş yox idi. Mədinənin şərq tərəfindən, qərb tərəfində də vulkanik ərazilər idi. Oradan da atlıların, ordunun keçməsi mümkün deyildi. Mədinənin tək açıq tərəfi hara idi? Şimal idi. O yüzden Mədinənin ətrafına dolandılar, şimala gəldilər və buradan Mədinəyə girmək istəyirdilər. O yüzden də Resulullah sallallahu aleyhi ve sellem onları burada qarşıladı. Mədinənin şimalında, Mədinənin giriş qapısında. Və Məkkə müşrikləri gəlirlər, Peyğəmbər sallallahu aleyhi ve sellem həftənin 4-cü günü artıq qərar verir çıxmaq üçün və sahabələrə hazırlaşmaları üçün məsləhət verir və 5-ci günü subh namazında Resulullah sallallahu aleyhi ve sellem yuxu görür
və yuxusunu sabah namazından sonra danışır ki, mən yuxumda gördüm ki, qılıncım kütləşib, zirehim deşilib, qılıncım sınıb və zirehim deşilib. Və Peyğəmbər s.ə.v yuxusunu yozur ki, yəni yuxusunun mənası o idi ki, əhl-i beytimdən bir nəfər şəhid olacaq və eyni zamanda sahabələrin burada şəhid olacaq və amma nəticə etibarıyla sonunda sahabələr dönəcəklər. Peyğəmbər s.ə.v cümə günü də, cümə xütbəsində sahabələrə cihadın önəmindən, Allahın dinini müdafiə eləməyin əhəmiyyətindən danışır, onlara xəbər verir. Cümə namazından sonra Rasulullah s.ə.v səhabələri ilə Uhuda doğru hərəkətə keçir, Uhuda gəlir və əsr namazına təxminən gəlir, Mustalah deyilən yerə, sonra isə axşama qədər bura gəlir. Və yolda münafiqlər geri qaydırlar. Peyğəmbər s.ə.v Mədinədən çıxanda 1000 nəfərlə çıxır, yolda 300 nəfər münafiq, bir də bəzi imanı zəif olan müsəlmanlar onlara qoşulurlar. Münafiqlər deyirlər ki, Muhammed bizi ölümə aparır. Biz geri qaydırıq. 300 nəfər geri qaydır. Və Peyğəmbər s.ə.v bura cəmi 700 nəfərlə gəlib çıxır. 700 nəfərlə Uhud dağına gəlir. Və Rasulullah s.ə.v qərargahı Uhud dağı ilə bu Oxçular təpəsinin arasında yerləşdirir. Bu təpənin adı Ayneyn, iki göz təpəsidir. Yəni gözə oxşadığına görə 2 dənə yumru təpə olub. Artıq ikinci təpədən əsər əlamət qalmayıb. Baxın, bura artıq balacalaşıbdır. Bu da hündür bir təpə olub. 2 dənə təpə. Döyüşdən sonra buranın adı Oxçular təpəsi olur. Və 6-cı gün səhər tezdəndən artıq Məkkə müşrikləri də gəlirlər. Baxın, qarşıda o bağçalar olan yerə ordusu orada yerləşir müşriklərin. Peyğəmbər s.ə.v Uhud dağı ilə Oxçular təpəsinin arasına ordunu yerləşdirir, 650 nəfər. 50 nəfər isə Oxçular təpəsinin üzərinə qoyur. Bunlara tapşırır ki, mənim əmrim olmadan, mən sizə enin demədikcə kimsə buradan enməsin. Hətta görsəniz ki, biz onların hamısını öldürdük, yaxud onlar bizi öldürdü, yenə də siz oradan enməyin. Yəni onların işi nə idi? Oxçuların buradan, dağı təpənin arxasından müsəlmanların arxasına keçməsinin qarşısını almaq idi. Və döyüş də ərəblərin qardaşlar döyüş üslubları var idi. Döyüş üslubları belə idi ki, ilk öncə hər tərəfdən pəhlivanlar çıxardı, vuruşardılar, sonra isə döyüş başlayardı. Və bu döyüşdə onlar tərəfdən bir neçə sərkərdə çıxır və müsəlmanlar tərəfdən də Zübeyir bin Avvam radiyallahu anh ilə Əli radiyallahu anh çıxır və müşriklərin sərkərdələrini öldürürlər. Və Rasulullah s.ə.v deyir ki, hər bir peyğəmbərin bir həvarisi var, mənim də həvarim Zübeyir bin Avvam radiyallahu anhudur. Cənnətlə müjdələnmiş 10 sahabədən biri, xeyirli sahabələrdən Zübeyir bin Avvam radiyallahu anhudur. Və Rasulullah s.ə.v burada bir çox sahabələrin həyatı, onların etdikləri əməlləri ayrıca zikr edilir. Necə ki, Səd radiyallahu anhuya deyir ki, atam anam sənə fəda olsun ey Səd. At deyir, oxla Peyğəmbər s.ə.v müdafiə eləyir, ox atır. Rasulullah s.ə.v deyir ki, atam anam sənə fəda olsun. Tək atam anam sənə fəda olsun dediyi sahabədir. Normalda sahabələr Peyğəmbər s.ə.v deyirdi ki, atamız anamız sənə fəda olsun ya Rasulallah. Peyğəmbər s.ə.v sahabəyə deyir ki, atam anam sənə fəda olsun ey Səd deyir. Və döyüş müsəlmanların o iki sərkərdə, onların sərkərdəsini öldürməsi ilə müsəlmanların artıq bir növ qələbə kimi başlayır və döyüş başlayır. Və bu döyüşdə müşriklər önəm verirdilər. Bu döyüşə necə önəm verirdilər? Məkkə müşriklərinin belə bir əqidəsi var idi, belə bir inancı var idi ki, önəmli döyüşlərə qardaşlar nə ilə gəlirdilər? Sərkərdə əmr edir, evində nə qədər qır-qızıl var, dövlət var, özünlə götür deyirdi əskərə. Niyə? Döyüş meydanına tökəsən, onu qoyub qaçmayasan. Ürəklə döyüşəsən deyə. Və burada o şəkildə gəlmişdilər. Lakin döyüş başlayanda ilk andan, ilk həmlədən müşriklər başlayırlar qaçmağa. Və Allah Azza və Cəllə bu döyüşdə mələklərlə yardım eləyir. Sahabələr deyir, görünməmiş bir möcüzə idi. Qılıncımızı qaldırırdıq, vurmaq istəyəndə deyir, biz vurmamış müşrikin başı yerə düşürdü. Və İbn Abbas radiyallahu anh deyir ki, Allah Azza və Cəllə Uhudda mələklərlə yardım elədiyi qədər heç bir döyüşdə yardım eləməyib. Və döyüş başlayır. Və müşriklər baxırlar ki, gücləri yetmir. Xalid ibn Vəlid dəfələrlə arxalarına keçmək istəyir, bacarmır və müşriklər məğlub olub qaçmağa başlayırlar, uzaqlaşırlar.
və müsəlmanlar da onların ardınca qovurlar. Bu zaman oxçular deyir ki, təpənin üzərindəki oxçular deyir ki, qənimət, qənimət. Var dövləti yerdə qoyur, görürlər, qənimət, qənimət toplayaq deyir. Və onların sərkərdəsi Abdullah bin Cübeyr radiyallahu anh olur. Abdullah bin Cübeyr deyir, xeyr, Peyğəmbər sallallahu aleyhi ve sellemin əmri var, onun əmrinə itaət edin, kimsə buradan enməsin. Və kimsə onu dinləmir. Cəmi 5-6 nəfər istisna olmaqla hamısı oradan enir, qənimət toplamaqla məşğul olurlar. Bu zaman Xalid bin Vəlid uzaqdan görür ki, təpənin üzəri boşaldı, atlılarla həmən geri qayıdır, ilk o 5-6 nəfəri öldürür, sonra dağın arxasına keçir, müsəlmanların arxasına keçir. Və bunu görəndə müşriklər də geri qayıdır, artıq müsəlmanlar həm bu tərəfdən, həm dağın arxası tərəfdən bu məscidin ərazisində mühasirəyə düşürlər. İki tərəfdən mühasirəyə düşdükləri üçün müsəlmanlar özünü itirirlər. Və müsəlmanlar başlayır itki verməyə və müşriklərin də əsas məqsədi kim idi? Peyğəmbər sallallahu aleyhi ve sellem idi. Peyğəmbər sallallahu aleyhi ve sellem öldürmək idi. Və Rasulullah sallallahu aleyhi ve sellem üzərinə şığıyırlar və Rasulullah sallallahu aleyhi ve sellem vururlar. Peyğəmbər sallallahu aleyhi ve sellem üzünü yaralayırlar. Qılıncla üzü yaralanır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem burada çuxura düşür, dişi sınır, ağzı dişi burada düşür. Və onlar yenə zərbələr vurmaq istəyəndə Musab ibn Umeyr radiyallahu anh az sonra həyatını danışacağımız Musab ibn Umeyr radiyallahu anh özünü Peyğəmbər sallallahu aleyhi ve sellem sipər eləyir və şəhid olur. Və müşriklər elə zənn edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem öldürdülər. Və Muhammed öldürüldü deyərək bağırışmağa başlayırlar. Və bu da müsəlmanların, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə bir neçə nəfər sahabə olur, Peyğəmbər sallallahu aleyhi ve sellem müdafiə eləyən, onlara deyir ki, mənim sağ olduğumu deməyin. Sağ olduğumu deməyin. Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələri elə zənn edir ki, doğrudan da Muhammed sallallahu aleyhi ve sellem öldürüldü. Və başlayırlar, həvəsdə bəziləri qılıncı yerə qoyur, döyüşmək istəmirlər ki, artıq niyə döyüşək? Peyğəmbər sallallahu aleyhi ve sellem öldürüldüsə biz niyə döyüşək? Və bu da müsəlmanların yenə əlavə itki verməsinə səbəb olur. Və bu zaman Ənəs ibn Nadr radiyallahu anhu, hamınızın adını tanıdığınız, hədislərdən bildiyiniz məşhur Ənəs ibn Məlikin əmisi Ənəs ibn Nadr gəlir, görür ki, insanlar həvəssiz vəziyyətdədir. Deyir, ey insanlar, sizə nə olub? Niyə döyüşmürsünüz? Deyirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem öldürüldü. Biz daha niyə döyüşək? Deyir ki, o öldürüldüsə, onun Rəbbi sağdır, deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem öldürüldüsə, onun Rəbbi sağdır. O öldürüldüsə, biz niyə yaşayırıq? O öldürüldüyü yolda biz də ölək, deyir. Və qılıncını götürür, kafirlərin üzərinə gedir. Onlardan bir neçəsini öldürdükdən sonra özü də şəhid olur. Hətta müşriklər hamısı fikirlərini onun üzərinə cəmləyirlər, görürlər. Çox şücaətçi şəkildə onların üzərinə gəlir və ölümündən sonra bacısı barmaq ucundan tanıyır. Bədənində 80-dən artıq qılınc, ox və nizə yarası olur. O fəzilətli sahabənin. Və Ənəs bin Nadr radiyallahu anh burada şəhid olur. Və burada ən birinci şəhid olan sahabə qardaşlar, Cabir bin Abdullah radiyallahu anh atası Abdullah bin Haram radiyallahu anhudur. Mədinəli sahabələrdən idi, ənsarlardan idi. Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə hicrət edəndən sonra İslamı qəbul etmişdi. Cəmi 3 il İslam həyatı yaşamışdı. Cəmi 3 il İslam həyatı yaşamışdı və burada şəhid olur. Döyüşdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem görür ki, Cabir radiyallahu anh ağlayır. Atasının cəsədinin üstündə ağlayır. Deyir, ya ey Cabir, niyə ağlayırsan? Deyir, ya Resulallah, atam şəhid oldu. Atam burada deyir, şəhid oldu. Deyir, ey Cabir, deyir, sənin üzünü sevindirən, sənin üzünü sevindirən, üzünü güldürən bir şey deyim sənə, bir müjdə verim, deyir. Allah azze ve celle bu günə qədər heç kəslə vasitəsiz, üz-üzə danışmamışdı. İlk dəfə sənin atanla danışdı. Allah azze ve celle sənin atana dedi ki, ey qulum, məndən nə istəyirsən? Sənin atan dedi ki, ya Rabbi, məni dirilt, təkrar dünyaya qaydım, təkrar sənin yolunda şəhid olum. Allah azze ve celle sənin atana dedi ki, mənim hökmüm dəyişilməz, yəni bu dünyadan köçsən təkrar qayıtmaz. Dedi ki, ya Rabbi, o zaman mənim halımı dünyadakı qardaşlarıma bildir. Və Allah azze ve celle Əl-İmran surəsinin axırıncı ayələrini nazil edir. Allah yolunda öldürülənlərə ölülər deməyin. Onlar diridirlər, Allah yolunda ruzilənirlər. Baxın, subhanallah, cəmi 3 il İslam həyatı yaşamış sahabə haqqında Quran ayəsi nazil olur. Qiyamətə qədər o ayələr oxunanda, o ayələrin təfsiri keçiləndə Abdullah ibn Haram radiyallahu anh yada düşəcək. O sahabə xatırlanacaq. Çünki ayələr onun haqqında nazil olmuşdu. Fəzilətə baxın, qardaşlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu şəkildə Cabir radiyallahu anh'a atası barədə müjdə verir. Və burada müsəlmanlar Ənəs radiyallahu anh'ın, Ənəs bin Nadr'ın
hərəkətindən sonra müsəlmanlar özlərini toparlayırlar. Təzədən müşriklərin üzərinə atlanırlar və onları buradan uzaqlaşdırırlar. Müşriklər də özləri də zaten artıq biz qələbə çaldıq, Muhammədi öldürdük, sahabələrini öldürdük, qisasımızı aldıq fikri ilə özləri də uzaqlaşırlar. Lakin müsəlmanlar da onların ardınca, hətta gəlir ki, Mədinədən 20 kilometr cənuba doğru onların ardınca gedir. Və bu döyüşdə Peyğəmbər sallallahu aleyhi və səlləmin 70-dən artıq sahabəsi şəhid olur. Onlardan dediyimiz kimi Abdullah bin Haram radiyallahu anhu, Ənəs ibn Nadir radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Həmzə radiyallahu anhu burada şəhid olur. Həmzə radiyallahu anhunun haqqında gəlir ki, onu öldürən vəhşi sonradan İslamı qəbul edir. Deyir, Həmzə deyir, dəli dəvə kimi döyüşürdü. Sağa sola vururdu. Təkcə var rivayət olub ki, tək başına Həmzə radiyallahu anhu 30-dan artıq müşrik öldürür burada, bu döyüşdə. Və deyir, mənim işim deyir, Həmzəni öldürmək üçün gəlmişdim. Mən döyüş üçün gəlməmişdim. Çünki Bədir döyüşündə Həmzə Cübeyr bin Mut'imin əmsini öldürmüşdü. Mənim ağamın əmsini öldürmüşdü. Və mənim ağam mənə dedi ki, sən də Uhudda Muhammedin əmsini öldür, mən səni azad edəcəm. Mənim fikrimdir azad olmaq idi, onun üçün gəlmişdim. Mən deyir, bir daşın dalında gizlənib fürsət gözləyirdim. Və bir də gördüm, deyir, Həmzə mənə tərəf gəlir, nizanı attım, deyir, qarnına girdi, kürəyindən çıxdı. Və deyir, yenə də mənə tərəf addımladı, lakin addımlar qalmış yerə yıxıldı. Və Həmzə radiyallahu anh burada bu şəkildə şəhid olur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem üzən hərəkətlərdən olur. Çünki onun müşriklər ürəyini yarıb, ürəyini, ciyarını çiğnəmişdilər. Bəzi sahabələrin üzünü, gözünü yəni dəyişdirmişdilər. Gözlərini oymuşdular. Yəni sahabələrin təmsil deyirlər buna. Cəsədlərinin üstündə oynamışdı. O da Peyğəmbər sallallahu aleyhi ve sellem üzürdü. Həmçinin bu döyüşdə şəhid olan sahabələrdən Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrindən az öncə dediyimiz Musab ibn Umeyr radiyallahu anhudur. Musab ibn Umeyr kim idi qardaşlar? Musab ibn Umeyr Məkkənin gözəl və gənc cavanlarından idi. Böyük hörmətli, yəni ki, mühacirlərdən idi, hörmətli bir ailənin övladı idi. Çox varlı bir ailənin övladı idi. Ən bahalı paltarları geyinərdi. Hətta siyar kitablarında gəlir ki, Musab bir yoldan keçəndə belə bilinərdi ki, buradan Musab keçirib. Musabın keçdiyi bilinərdi o küçədən. Nədən? Onun vurduğu ətirlərin iyisindən deyərdilər ki, buradan Musab keçib. Ən bahalı ətirləri vurardı. Peyğəmbər sallallahu aleyhi ve sellemə peyğəmbərlik veriləndə Musab radiyallahu anhu ilk İslamı qəbul edənlərdən olur. Anası deyir ki, əgər o Muhammedə iman etsən, iman etməyə davam etsəm, sənə heç bir yardım etməyəcəm. Və Musab radiyallahu anh hər şeydən imtina edir. Ən belə nemətlər içində yaşayan insan bütün nemətlərdən imtina edir. Nə üçün? Allah azə və cəllənin dinini yaşamaq üçün. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında gecə günüz Allahın dinini öyrənir. Quran ayələri nazil olduqca o ayələri əzbərləyir. Bir qarın aç, bir qarın su aç. Peyğəmbər sallallahu aleyhi ve sellem yatmağa yeri yox. Onun yanında geyinməyə paltarı yox. Yamaqlı paltarda, cırıq paltarda Rasulullah sallallahu aleyhi ve sellemin yanında din öyrənir. Və sonra nə zaman ki Mədinəlilər gəlirlər, Peyğəmbər sallallahu aleyhi ve sellemə beyyət edirlər və özlərinə bir müəllim istəyirlər, hicrətdən bir il qabaq. Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə Musab ibn Umeyr radiyallahu anhunu göndərir. Və beləliklə İslam tarixində ilk səfir adını Musab ibn Umeyr radiyallahu anhu qazanır. Və Mədinəyə gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem cəmi bir il öncə gəlir qardaşlar. Cəmi bircə il öncə. Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə gələndə artıq Mədinədə elə ev yox idi ki, oradan az bir müsəlman olmasın. Kimin əli ilə? Musab ibn Umeyrin əli ilə. Mədinəyə İslam nurunu Allah azə və cəllə yaymışdı. Ənsarların böyükləri, mühacirlərin, ənsarların Avs və Həzrac qəbiləsinin böyükləri onun əli ilə İslamı qəbul etmişdi. Və Musab bin Umeyr radiyallahu anhu Bədirdə iştirak edir və Uhud döyüşündə özünü Peyğəmbər sallallahu aleyhi ve sellemə sipər edir. Və döyüşdən sonra sahabələr gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələr deyir ki, hər kəsi öz paltarında yumadan, kəfənləmədən öz paltarında cənazə qılınmadan dəfn edin. Qiyamət günü onlar diriləcək, qanları qan rəngi olacaq, lakin orada müşk iyisi gələcək. Sahabələr gəlir, deyirlər ki, ya Rasulallah, Musab bin Umeyrin əynində bir izarı var. Əynində paltarı olmur qardaşlar döyüşdə. Bir dənə o ehramda ki bağlayırıq, aşağı bağladığımız ona izar deyilir. Üst geyimlə isə rida deyilir. Üst geyimi olmur. Bir dənə izarı olur. Deyirlər ya Rasulallah, Musabın əynində bir izarı var. Ayağını örtsək sinəsi açıq qalır. Sinəsini örtsək ayağı açıq qalır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sinəsini örtün, ayağının üstünə də izxir ağacının yarpaqlarını düzür. Enli yarpaqlı ağac olur Mədinədə o vaxtı. Baxın, subhanallah, kübəyə
örtməyə heç bir paltar tapılmır. Peyğəmbər sallallahu əleyhi və səlləm nə üçün etdi bunu? Bugünkü günü biz dinimizi gözəl yaşayaq deyə onlar canlarını, mallarını burada fəda etdilər. Burada şəhid oldular ki, biz dinimizi düzgün yaşaya bilək. Və burada şücaət göstərən qardaşlar, sahabələrdən biri də Hanzala radiyallahu anhudur. Hanzala radiyallahu anhu qardaşlar Mədinədə yaşamırdı. Hanzala radiyallahu anhu Mədinənin çölündə yaşayırdı. Mədinənin ətrafında bir yaşayış məntəqəsində yaşayırdı. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin buraya gəlişindən xəbəri yox idi. Xəbər tutmamışdı. Həmin günü, Uhud döyüşü olan günü Hanzala radiyallahu anh evlənir. Və gərdəyə girir, oradan ona xəbər yetişir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Uhudda müşriklərlə savaşa gedir. Oradan evindən həmən çıxaraq yeni evli adam Uhuda gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləmlə vuruşmaq üçün gəlir. Onunla bərabər müşriklərə qarşı vuruşmaq üçün gəlir Hanzala radiyallahu anhu. Demir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məni dəvət etməyib, mənə çağırmayıb, yeni evlənmişəm, məndən başqa insanlar da var. Bunu heç birini demir. Eşidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm döyüş meydanındadır, qılıncını götürür, gəlir bura. Və bu döyüşdə şəhid olur Hanzala radiyallahu anhu. Döyüşdən sonra az öncə dediyim kimi Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr deyəndə ki, onları yumuyun, onları kəfənləməyin dedikdə sahabələr deyir, ya Rasulullah, bəs Hanzalanı nə edək? Yəni Hanzala radiyallahu anh cənabətli şəkildə gəlmişdi. Cənabətli idi. Onu da yumayaq mı deyə sahabələr soruşurlar. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, xeyirdir. Onun deyir, qüsülünü mələklər verdi. Subhanallah. Mələk ona görə onun ləqəb olaraq, o gündən ləqəb olaraq tanınır ki, Qasilul Mələikə deyərdilər. Mələklərin qüsül verdiyi sahabə deyə adlanardı. Və onun o evliliyindən bir övladı olur. Və onu heç kəs Hanzalanın oğlu kimi çağırmazdı. Qasilul Mələikənin, mələklərin qüsül verdiyinin övladı kimi çağırardılar. Həmin onun övladını. Və sahabələrin qardaşlar, orada böyük göstərdiyi şücaət həqiqətən böyükdür. Az öncə dediyim kimi, Peyğəmbər sallallahu əleyhi və səlləmin əmsi oğlu Əli radiyallahu anhu şücaət göstərir. Burada nə qədər müşriklərdən öldürür. Və bu döyüş əslində, düzdür, İslam tarixçilərinin çoxsu bu döyüşü bir növ məğlubiyyət kimi zikr edir. Lakin mən deməzdim ki, bu məğlubiyyətdir. Uhud bir qələbədir. Çünki əvvəli qələbə ilə başlayıb, sonu qələbə ilə bitənə biz məğlubiyyət demərik. Çox itki versək də biz ona məğlubiyyət demərik. Və müsəlmanlar burada həqiqətən şücaət göstərir. Və Uhudda əziz qardaşlar, böyük faydalar var. O faydalardan birincisi, Peyğəmbər sallallahu əleyhi və səlləm qeybi bilmirdi. Qeybi bilsəydi sahabələrinin burada şəhid gəlib şəhid olmasına razı olmazdı. Allah Resulü sallallahu əleyhi və səlləm Allahın izni olmadan kimə sənə fayda verə bilmirdi, nə də kimdənsə zərəri dəf edə bilmirdi. Edə bilsəydi sahabələrin şəhid olmasına mane olardı. Üzü yaralanmazdı, dişi düşməzdi. Həmçinin Uhudda olan faydalardan Peyğəmbər sallallahu əleyhi və səlləmin əmrlərinə tabe olmağın vacibliyi, onun əmrinə qarşı çıxmağın haramlığı. Rasulullah sallallahu əleyhi və səlləm sənə əmr verdisə ona uyman lazımdır, ona qarşı çıxmaman lazımdır. Həmçinin əziz qardaşlar, burada olan Uhudda olan faydalardan rəhbərə itayət, başçıya itayət əhlüsünnə vəl cəmaatın etiqadındandır. Rəhbərin əmrinə qarşı çıxmağın fəsadı isə bütün müsəlmanlara toxunur. Necə ki, oxçuların etdiyi yanlış hərəkətin zərərini bütün müsəlmanlar gördü. Həmçinin Uhudda olan faydalardan biri də qardaşlar nədir? Uhudda olan faydalardan biri də İslamda eyib örtmək deyən bir şey var. Baxın, orada deyir ki, 50 nəfər sahabə olur, oxçu. 5-6 nəfərdən başqa hər kəs enir. O 45 nəfərin adını kimsə bilmir. Heç kəs onun adını bizə nəql etmədi. Sahabələr demədi ki, filan kəs oradan endi deyə bizə nəql etmədilər. Edə bilərdilər. Baxın, hardan bilir ki, Musab radiyallahu anh burada şücaət göstərib, Hanzala radiyallahu anh şücaət göstərib, Həmzə radiyallahu anh şücaət göstərib, sahabələr bizə nəql etdi. Yaxşılıq edənlərin, gözəl əməl işləyənlərin əməlini nəql edən sahabələr, yanlış əməl edənlərin adlarını bizə nəql etmədi. Niyə? Çünki İslamda müsəlman qardaşının eybini gizlətmək deyən bir şey var. Çıxıb YouTube'da müsəlman qardaşlarını rüsvay etmək deyil. Bu İslam, bu yolu deyil. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin mənhəci deyil. Həmçinin Uhudda olan faydalardan, əziz qardaşlar, Uhudda olan hikmətlərdən, faydalardan biri də odur ki, burada Peyğəmbər sallallahu aleyhi və səlləm ilk dəfə sahabələri, yəni
yumadan, kəfənləmədən, cənazə qılmadan dəfn edir. Yəni şəhidləri. Bu da şəhidin necə dəfn olunmasını sahabələr öyrənmiş oldular. Həmçinin Uhudda olan faydalardan biri də Peyğəmbər sallallahu əleyhi və səlləm bir qəbirə ehtiyac olarsa, bu da bizə göstərir ki, ehtiyac olarsa belə etmək olar. Bir qəbirə bir neçə sahabə dəfn edir. Sahabəni deyir ki, ən çox Quran kim bilirsə, birinci qəbirə onu indirin. Rasulullah sallallahu əleyhi və səlləm Quran əhlini önə çəkdi. Bu da Quran əhlinin fəzilətinə dəlildir. Və Uhudda olan, həmçinin qardaşlar, faydalardan biri də odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buranı daima ziyarət etdi və biz də bu buranı ziyarət edirik. Uhud şəhidlərini ziyarət edirik, inşallah gedib ziyarət edəcəyik, onlara salam verəcəyik. Sünnətə gələn şəkildə salam verib, sonra isə inşallah qayıdacaq. Və Uhud döyüşündən bağlı tarixi bir şeyi də zikr edim. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından təxminən 40 il sonra Mədiniyə güclü sel gəlir, Uhud dağından sel axır və Uhud şəhidlərinin hamısının üstünü açır. Və Uhud Mədinə əhli bunu biləndə gəlirlər və görürlər ki, bütün şəhidlərin qəbrinin üstü açılıb, deyir ki, elə bil ki, yenicə dəfn olunmuşdular. Yaralarından qan axan vəziyyətdə, hamısı tanınan vəziyyətdə. Təkrar üzərini bastırırlar və onun da ətrafına xəndək qazırlar ki, növbəti selin qarşısını alsın deyə. Və bu da, yəni təxminən Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından, yəni Uhud döyüşündən təxminən 50 il sonra baş vermiş bir hadisədir. İnşallah indi gedirik. Salam veririk, sonra isə avtobusa qayıdırıq. Allah təala istəyirəm ki, bizə işte faydalanlardan eləsin, eşidib yaxşına tabi olanlardan eləsin. Subhanakallahumma bihamdik, əşhədən la ilahe illə ente, estəğfiruke və etûbü ileyk.